Qiymədən kabab hazırladım. Özü də dönər kababı, yarpaq dönər. Nə deyirsiniz deyin, amma bu dəhşət ləzzətli idi. Qızlar, qiyməni 2 dəfə ət maşından çəkin. Sonra soğanın suyunu əlavə eləyin ora, miqdarlarını yazacağam. Sonra gördüyünüz şəkildə yağlı kağızın üzərində sərin yayın. Ondan sonra 4 hissəyə bölün. Mən 250, paşti 300 qramlıq qiymə idi orada. 4 hissəyə bölün və tam isti qızmış tavada, yağsız amma olsun, bir 2 dəqiqə qızardırsınız. Bax, gördüyünüz şəkildə tavaya yerləşdirdim. Ondan sonra o biri üzünə çevirirəm. Bir 2 dəqiqə qızardı, götürürsünüz. Yəni o qədər nazik yayılıbdır ki, heç ehtiyac yoxdur bişirməyə də. Sonra tavaya kərə yağı əlavə eləyirəm və belə o üz bu üz qızartdığım yarpaq dönərləri kərə yağında bir 2-3 dəqiqə belə qovururam. Və evdə kömürünüz varsa istifadə eləyin, yoxdursa alın, amma bu kömürü tapın. Kömürü qazın üzərində qızdırın qəşəng, ondan sonra yağlı kağızın üzərində qoyun, üzərindən elə həmin o dönərin yağından əlavə eləyin, qapağını bağlayın. İlahi, necə dadlı olur, necə ləzzətli olur. Bunu ancaq hazırlamalısınız. Valla bunu hazırlayın. Mənə təşəkkür eləyəcəksiniz siz. Hələ istəsəz o qızarmış çörəyin üzərinə qatıq da tökün. Olsun İskəndər. Nə deyirsiniz deyin. Bu dəhşət ləzzətli bir yeməkdir. Mütləq hazırlayın.